Xoş gördük əziz dinləyicilər. Bir neçə gündür ki, baş verən uğurlardan da biraz danışmaq istəyirəm. Biz Azərbaycan həyatı, Azərbaycan xalqı kifayət qədər istedadlı bir xalqdır. Həmişə bunu demişik, buna inanmışıq və doğrudan da o qədər istedadlıdır. Sadəcə olaraq onu qabağa verən, sadəcə bir planlı bir iş yoxdur ortada, idarəçilik yoxdur ortada və bu idarəçiliyin cəzasıdır ki, Azərbaycan xalqı çəkir. İstər onun sosial vəziyyətinin ağırlığından tutmuş, istərsə də hansısa peşələrdə uğursuzluğunun mən düşünürəm ki, ən böyük səbəbkarı məhz idarəçilikdir. Baxın, bu günlərdə Hong Kongda keçirilən şahmat dünya çempionatında 21 yaşlımız Aydın Süleymanlı dünyanın nəhəngi, bir neçə dəfə Avropa dünya çempionu olmuş Magnus Carlsonu məğlub elədi. Baxın, bu çox böyük bir sensasiyadır. Bilirsiniz, başqa bir sahələrdə haranısa utduqda bu yaxşı hazırlaşmağın bəhrəsi ola bilər. Amma şahmat elə bir peşədir ki, şahmatda o saat deyirlər ki, bax, bu xalq zəkalı xalqdır. Və bu mənada Azərbaycanı Şahmat Federasiyasında əsasən də Aydın Süleymanlı bu gənc kadrı təbrik edirəm. Həqiqətən də Azərbaycan xalqı nə qədər istedadlısa bunu bir daha sübuta yetirir ki, Azərbaycan xalqı belə istedadlı. Məsələn, biz bu günləri dünya çempionatına çıxa bilər. Yəni Azərbaycanda 11 nəfər futbolçu yoxdurmu? Əlbəttə ki, var. Sadəcə olaraq normal yanaşmamaq, normal idarəçiliyin olmaması gətirir Azərbaycan xalqının inkişafının qarşısına alır. Baxın, bu günlərdə bilirsiniz, biz çox danışırdıq ki, Azərbaycanda kino sənayesi yoxdur. Kino sənayesinə hətta nə pul ayırırlarsa, başqaları oradan kinoya aid olmayan insanlar basıb onu yeyirlər oradan, Azərbaycan kinosuna işinə gəlmir. Və yaxud da indinə qədər çəkilmiş kinolarda da görürsünüz o şitlik, o bayağılıq, o səmimiyyətsizliyi biz görürdük və deyirdik ki, bu Azərbaycan həyatı deyil. Bu günlərdə o kino uğurlarından biri saymaq olar ki, mən prodüseri də, burada əlaqədar insanları da, elə aktyorları da təbrik edirəm. Bu günlərdə bir Mikrorayon adlı teleserial ortaya çıxıb ki, bir 10 seriyası gedir. O teleseriala mən də baxdım. Çünki mən çox çalışıram ki, Azərbaycan reallıqları ilə, Azərbaycanda baş verən hər hansı bir yeniliklərlə maraqlanım, görüm. Çünki mən çox sevinirəm ki, Azərbaycanda bir kino sənayesi olsun. Baxın, bu günlərdə Azərbaycan balalarının hiss olunur, kiçik bir maliyyə ilə çəkdikləri Mikrorayon kinosu, inandırıram sizi ki, istənilən kinodan daha effektlidir və mən deyərdim ki, hətta Türkiyədəki effektlərdəki, Türkiyədə teleseriallara xərclənən pulun bir 50% bizdə xərclənsə, mən deyirəm ki, kifayət qədər gözəl kinolar çıxar ortaya ki, hər kəsdən, hər bir dövlətdən də elə bu məsələdə biz qabaqda ola bilərik. Niyə? Çünki Azərbaycanda bunun bir məktəbi var. Və bu mənada onların çəkdikləri, bu az qiymətə çəkdikləri pul kinosu da mən yenə də təbrik edirəm ki, demək ki, bir daha sübut etdi Azərbaycan balaları ki, biz səmimiyyətlə məsələyə yanaşdıqda, sırf Azərbaycan xalqının həyatını çəkmək üçün çalışdıqda, tam Azərbaycan xalqının həyatını çəkə bilirik, tam onun reallıqlarını ortaya qoya bilirik. Demək ki, zəka var. Demək ki, necə deyərlər, çəkən prodüserlər, nə bilim, bir sıra əziyyəti olan insanlar var, aktyorlar da var, yetişdirmək olar, amma yenə də burada məsələ maliyyədə, pulda və işə yanaşmadadır ki, sırf bu barədə mən düşünürəm ki, Azərbaycan dövlətindən bir pul ayrılarsa, məhz Azərbaycan kinosu da çox ciddi surətdə inkişaf edə bilər. Bu özü bir kommersiya məsələsidir və bu ölkəmizə də elə aktyorların, yeni aktyorların ortaya çıxmasına da çox gözəl və münbit şərait yaradar və Azərbaycanda kino ölkəsinə çevirir. Mən düşünürəm ki, hətta bu formada çəkilən biz filmləri dünyaya da ixrac edib, buradan da pul qazana bilərik. Mən bu barədə istərdim ki, Azərbaycan xalqının uğurlarından, az da olsa uğurlarından danışaq və təbrik edək. Təşəkkür edirəm.